Ona göre savun diye. İndi siz bunu niye böyle yavaş deyirsən, biraz bərk Konstitusiya Komissiyasında bir çox müddaları Respublika Prezidentinə güya həddi səlahiyyətlər verilməsiyle ithamla da bağlayırlar. Bu məsələ münasibətinizi bilmək istəyirdim. Təşəkkür ederim. Bilirsiniz, heç kəs bizi ittiham edə bilməz. Konstitusiya Komissiyasında Prezidentə verilən səlahiyyətlər dünyanın inkişaf etmiş devletlerinin, böyük demokratiya yolu keçmiş devletlerinin konstitusiyasında əks olunanlardır. Bəlkə bəzilərində onlardan da çoxdur. Cənab Prezident, seçməçilərə bağışladığınıza görə təşəkkürümüzü bildiririk və həm də mənim müraciətimdə cavabı idi, ona görə savun deyə. İndi siz bunu niyə belə yavaş deyirsən, biraz bərk deyirsən. Bəli, dünən mən o Çeşmə, gizli bir Çeşmə qəzeti var, nədir bilməm onun adına heç bilməm. Onun işçilərinin, rəhbərlərinin, yanan adamlarının 6 nəfərdir. Onlar həbs olunmuşlar, məhkəmə onlara cəza vermişdi və mən bu məsələlərlə məşğul oldum. Mənə müraciət etmişdilər, onların valideynləri də, ailə üzvləri də, bəzi jurnalistlər də müraciət etmişdilər. Mən bu məsələni düzdür, son vaxtlar başım çox qarışıqdır. Amma dünən işimin çox olmağına baxmayaraq bu məsələni araşdırdım, məhkəmənin də hökmünə baxdım, baş prokuroru da çağırdım, başqa adamları da araşdırdım. Birinci, gördüm ki, onlar ədalətli cəzalandırdılar. Çünki bilirsiniz, gəlin öyrənək, tənqid lazımdır. Müxalifət hakimiyyəti tənqid edə bilər və etməlidir. Müxalifət də olmalıdır. Və tənqidsiz biz yaşaya bilmərik. Və müxalifət qəzetlərində, ya elə devlət qəzetlərində başqa jurnalistlərin tənqidi fikirlərini mən çox hörmətlə qarşılayıram. Çünki hər bir tənqidi fikirdə müəyyən bir nöqsanın əgər aşkara çıxması və onun düzəldilməsinə bir şərait yaranırsa, bu bizə köməkdir. Ancaq tənqidin həddini keçib, böhtanla məşğul olmaq və təhqirə keçmək heç kəs bir kəsə yaramaz. Və həqiqətən jurnalistlər də gərək çalışsınlar ki, onlar özlərini hörmətdən salmasınlar. Jurnalistlərin içində gərək jurnalistlər, tərbiyəli jurnalistlər olsun, ziyalı jurnalistlər olsun, həqiqətən hər bir şeyin həddini bilənlər olsun. O cılızlıq, yaxud da ki bir dənə böhtan sözlə güya ki hansı bir sözün kəsərini artırmaq, yaxud da ki hansı bir yalanla, hansı bir təhqirlə öz dediyi sözün kəsərini artırmaq, bilin, inanın, mən bu dünyanı görmüş adamım, bunlar əhəmiyyətsiz şeydir.